Əziz və dəyərli izləyicilər, çalışın həyatınızda dəyər verdiyiniz, sevdiyiniz insanları hər zaman arayın, axtarın. İnanın, bəzən sadə bir necəsən kəlməsi insan üçün hətta bir dünyaya bədəl olur. İnsan özündə əminlik tapır ki, məni də arayan, məni də axtaran, məni də sevən var. Məhz bu mövzuda bir şeir yazmışam, onu sizinlə paylaşıram. Ay gözləri yuxusundan doymayan, sevən qəlbi sevdasından soymayan, gecə məni yatmağa da qoymayan, bədirlənmiş nurlu ayım, necəsən? Zülmət eşq evində yanan çırağım, sən evim, eşiyim, isti ocağım, min dərdimə bir dənə dərd ortağım, ilahidən səbir payım, necəsən? Eşq bağıma sevgi ilə əsənim, tez inciyib, tez də məndən küsənim, həsrəti ilə nəfəsimi kəsənim, yanağımdan axan çayım, necəsən? Ey eşqini ürəyimlə bölüşən, eşq bağında bülbül kimi ötüşən, bircə anda 4 fəsilə dönüşən, qəlb qovuran isti yayım, necəsən? Səndə gördüm mən əxlaqı, ədəbi, sənli oldu hər sözümün mətləbi, ürəyimin tək döyünən səbəbi, çatışmayan havam, suyum, necəsən? Yaxınlarınıza dəyər verin, arayın, axtarın, halını soruşun, necəsən deyə olsa belə bir kəlmə ilə soruşun.